Valideynlərimizin yaralı yeri. Yəni, valideynlər ən çox nədən şikayət edirlər? Deyir ki, ay Zülfiyə xanım, mən bezmişəm, səhər tezdən bu uşağa deməkdən ki, abala get, əlini, üzünü yu, dişini fırçala. Deyir, uşaq durur tezdəndən, başlayır televizorun qarşısında, bir 10 dəfə deyirəm ki, abala get, əlini yu, dişini yu, nə bilim, filan işi gör, paltarını giyin, paltarını soyun, eləməyəcək. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, sizin uşaqda özünə xidmət vərdişi formalaşmayıb. Nəinki bu bir valideyn uşağında, bu dəfələrlə. İnanın ki, mən deməli, müayinəyə gələndə uşaq məsəlcə qorxu ilə gəlir, əsəb problemi, digər problemlərlə gəlir. Mütləq mən müayinədə geniş müayinə etməyi sevirəm. Həmişə soruşduğum olub ki, özünə xidmət vərdişləri necədir uşağın? Yəni, əl üzünü yumaq olsun, dişini fırçalamaq olsun, nə bilim, paltarını səliqələmək olsun. Məktəbdən gələndə uşaqlar var, valideyn şikayət edir ki, paltarın biri o tərəfə, biri bu tərəfə. Və yaxud da valideyn var ki, deyir ki, tədris ili boyunca bu uşağın çantasını, dəftərini, kitabını mən yığmışam. Yəni, bütün bunlar onu göstərir ki, bu uşaqlarda həqiqətən daha çox rastlaşdığım problemdir. Ona görə mən bunu səsləndirirəm ki, valideynlər məlumatsızdırlar. Yəni, xüsusən bizim valideynlərimizə gördüyüm ən böyük xüsusiyyət odur ki, həddindən çox qoruyucudurlar. Və qoruyucu davrandıqları üçün də hər şeyi uşağın yerinə eləmək istəyir. Və sonra da bunun əziyyətini çəkirlər. Nə vaxt gəlir, uşaq olur yeniyetmə, gənc bir qız, artıq həqiqətən də etməli olduğu çox öhdəliklər var, evlə bağlı hansı öhdəlikləri olsun, özünə xidmətlə bağlı öhdəlikləri olsun, onu yerinə yetirmək istəmir. Çünki artıq gecikib, 0-6 yaş aralığında biz bu özünə xidmət vərdişlərini formalaşdırmağa çalışmalıyıq. Məsuliyyət hissi, əsas bunun kökü məsuliyyət hissinin olmamağıdır. Yəni, uşaq məsuliyyət hissini özünlə bağlı olan, etməli olduğu öhdəliklərini, məsuliyyətini anlamağı bacarmalıdır və bunu etməlidir. Bu doğulandan olmur. Yəni, bunu biz valideynlər formalaşdırırıq. Qısacası bunu yenə də gec olmadan, əgər sizin övladınızda bu problem varsa, bunu həll etmək olar. Bununla bağlı mən sizlə texnikaları, ümumiyyətlə, bu problem varsa bölüşə bilərəm. Məqsədim, burada istədiyim nədir sizdən? Demək ki, siz mənim bax bu videomun altında öz şərtlərinizi yazırsınız. Yəni, doğrudan da sizin övladınızda bu problem var və yaxud da digər buna bənzər problemlər varsa, mən baxıram ki, nə qədər valideyn var, yəni bu problemlə bağlı və sizə maraqlıdırsa, həqiqətən bunu necə aradan qaldırım, sizlərdən bir qrup yaradıram və bu problemin həlli yolu ilə bağlı texnikaları sizlə bölüşəcəm və doğrudan da özünüzə görəcəksiniz ki, çox gözəl nəticə əldə etmişsiniz. Belə, əziz analar, bu da məndən sizə bir hədiyyə olsun. Təşəkkür edirəm.